Ən böyük risk ümumiyyətlə işin eləməməkdir. Çünki insan evdən çıxmasa əzələləri atrofiya olur, yavaş-yavaş funksiyalarını itirir, artıq lazımsız olur. Amma insan hərəkət eləyirsə, hərəkət elədiyi anda risk başlayır. İnvestorların eləməli olduğu şey riskləri tamamilə aradan qaldırmaq deyil. Çünki bu mümkün deyil. Risk həmişə var. Yəni bugün kimsə səhm alsa da hansısa bir risk daşıyır, almasa da risk daşıyır. İnvestisiya alətlərindəki risklərə baxsaq, bizim kapital bazarları bəlkə də daha çox riskin azaldılması üçün istifadə oluna bilər. Birinci növbədə baxmalıyıq ki, bugünkü gün bizdə investorların investisiya eləmək aləti çeşidi yoxdur. Bu ya daşınmaz əmlakdır, ya qızıldır, ya bank depozitləridir. Amma istiqrazlar olsun, səhmlər olsun, hələ də kiçik həcmlərdədir. Beynəlxalq bank üçün 50 milyon çox kiçik rəqəmdir. Bugün Paşa Bank məsələn IPO buraxır. Biz görürük ki, orada 5%-dən söhbət gedir. Biz 20, 25, 30%-ləri görməliyik də yavaş-yavaş. Və buradakı əsas risk investorun vəsaitini ancaq pul formasında və ya qızıl formasında və ya bank depozit formasında saxlamasıdır. Elə bu riski aradan qaldırmaq üçün, bu riski azaltmaq üçün investor birinci kapital bazarlarına girməlidir.